Hədislərdə var, uca Rəbbimiz buyurur ki, mən o günahkarın mənə dönüşünü gözləyərəm. Allahın rəhməti qəzəbini üstələyir. Allah rəhman və rəhimdir. Bilmirəm, uşaqlıqda başınıza gəlib yoxsa yox. O bəzən görsən o şuluq uşaqlar olur da, çox dəcəl. Bəzən görürsən ki, valideyni o qədər əsəbləşdirir, artıq qəzəbi coşur, uşağı vurmaq istəyir. İndi uşaq da biraz diribaşdır, zirəngdir, tərpənir, qaçır. Ta atanı da bir həddə çatdırıb ki, ata da elə bunun dalıca qaçır. Ta istəyir bir çatsın, vursun da bunu, bir rahatlaşsın, toxtasın. İndi vurmaq olar olmaz, ondan işim yox. Elə bir yerə gəlir, ta qaçacaq yeri yoxdur. Nə hasardan tullana bilir, nə bir yerə gedə bilir. Görür ki, ta qaçış yeri yoxdur da. Çönür, baxır, görür ki, ata da çox qəzəbli gəlir də, məsafə qət eləyib, ta oradan bura, axır gəlib çatır, uşaq zirəklik eləyir, ta zirəklik eləyir, ağlaya-ağlaya özünü atanın ayağının altına atır, başlayır yalvarmağa. Mən sizdən mərd-mərdanə soruşuram, nə qədər qəlbi daş ata olur olsun, övladı onun ayağına yıxılıb, ağlaya-ağlaya yalvarsa, qəzəbli anda, amma sən rəhmət içində olan o mərhəmət duyğusu qəzəbi üstələyib balığı bağrığa basarsan, ağlayarsan, ya əzizləyərsən ki, ay oğlum, ay balam, axı mən də səni vurmaq istəmirəm, mən səni incitmək istəmirəm, axı niyə belə eləyirsən? Bu misal, təsəvvür edin, bir övladın atıya bunu edərkən, atanın qəzəbi orada, mərhəmətlə qarşılaşanda, mərhəmət duyğusu qəzəbini üstələyirsə, indi bir insan mərhəmətin özü olan Zat-ı Əqdəs, Xaliq-i Ləmyəzəl, Allahdan əgər insan bağışlanmaq diləsə, günahımızla qəzəbləndirmiş isə, indi gəlib səhvimizi başa düşüb, ondan yalvarışla tövbə etmiş olsaq, bizi bağışlamazmı? Əgər bəşər bağışlayırsa, Allah mərhəmət sahibidir, Ərhəmür-Rahimindir. Odur ki, buyurur, mənim bəndələrimə söylə ki, onlar ki, məyus haldadılar, görən Allah bizi bağışlayar, bağışlamaz. Belə olan halda onlara de ki, mənim rəhmətimdən naümid olmasınlar.